Salam əziz şagirdlər, indi isə arı dərsinin ev tapşırıqları ilə tanış olaq. Söz boğçasından öyrəndiyiniz sözləri cümlələrdə işlədin. Mum, nektar, şan və neştər. Neştər bilirsiniz ki, arının iynəsidir. Arının neştəri çox iti olur. Digər sözləri də siz cümlələrdə işlədərsiniz. Növbəti tapşırığımız arı özünün hansı xüsusiyyətlərini bildirir uşaqlar? Şeirə diqqət etsəniz, ağıllı, zəhmətkeş, qoçaq və şən. Sualı cavablandırarsınız. Növbəti tapşırığımız arı öz peşəsində neçə ay çalışdığını söylüyor. 6, 8, 9, yoxsa 10? Növbəti tapşırığımız araşdırmadır. Balın keyfiyyəti necə yoxlanılır və balın insana xeyri nələrdir? Arı sancması zamanı ilk tibbi yardım nə ola bilər? Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.